İnsanın dili insanı bəlaya sala bilər. Qorunması ən əsas olan məsələlərdən biri dilidir. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, insan elə bir söz söyləyər ki, heç fikir verməz o sözə. Mahiyyətinə varmaz. Amma o söz səbəbi ilə dərinliyi məşriq və məğrib qədər olan cəhənnəmin dərinliyinə düşər. Və başqa bir hədisdə Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, hər səhər bütün bədən üzvləri dilə səslənərək deyirlər ki, bizə görə Allahdan qorx. Əgər sən doğru olarsansa, biz də doğru dürüst olarıq. Yox, əgər sən əyilərsənsə, biz də əyilərik. Və fikir verin, bir dənə dil səbəbi ilə o boyda insanın bütün bədən üzvü əzab çəkir. Yəni, bu dil səbəbi ilə insan ucala da bilər, cəhənnəmin ən alt qatına da düşə bilər. Rahat oturduğun yerdə zikr edərək böyük savablar da qazana bilərsən və yaxud bunun əksi insan fikir verməz hətta danışar və o söz səbəbi ilə həlak olar.